Hamımız adından bir daha Ədalət müəllimə təşəkkürümüzü bildirək. Bu gözəl tədbiri təşkil etdiyinə görə, bizi bir yerə yığdığına görə, bu siyasi sabitliyə, siyasi birliyə xidmət edən bir işdir. Çox önəmli bir məsələdir. Biz bugün birlikdə Qarabağdayıq, azad olmuş Qarabağ torpaqlarımızda. 100 illiklərə söykənən bu böyük problemin iki cəhətini qeyd etmək istəyirəm. Bir, möhtərəm prezidentimiz Ali Baş Komandan sərkərdəlik məharəti ilə Qarabağı kısa bir zamanda azad etdi. 30 il bundan önce Heydər Əliyev başladığı yol xəritəsini başa çatdırdı. Mən indi xırdalamaq istəmirəm. Nəhayət böyük qələbəyə nail olduq. Bunu biz hamımız yaşadıq, sevindik. Prezidentimizə də hər zaman təşəkkür, minnətdarımızı bildiririk. Bu tarixi məsələdir. İlham Əliyev bugün Azərbaycanın ən yeni tarixinin şanlı səhifələrini yazmaqdadır. Qarabağ probleminin ikinci məsələsi isə biz müharibənin qalib olduğumuzu gördük. Filmlərdə, çəkilişlərdə, bəziləri cəbhə bölgəsində. Ancaq ikinci məsələ, Böyük Qayıdış proqramı, prezidentimizin hazırladığı, həyata keçirdiyi Böyük Qayıdış proqramının çox cüzi bir hissəsini bugün gözlərimizlə gördük. Biz bu haqda danışmalıyıq. Biz qısqanmadan, çəkinmədən, insafı əldən vermədən danışmalıyıq. Çünki bədxahlarımız bunların əksini danışır. Ona görə də əldə olunan nailiyyətlər və bugün gördüyümüz məsələlər geniş təbliğ olunmalıdır.